etdik. Boşanmalara səbəbkarlardan biri də, bəlkə də mən deyərəm 50%, qızın valideynləri, oğlanın valideynləri müdaxilə edirlər yersizcəsinə və ailələr boşanır, bədbəxt olur. Aktiv dinləmə özü bir bacarıqdır. Əgər ailədə kişi həyat yoldaşını, xanımını və xanım həyat yoldaşı ərini dinləyə bilmirsə, problemlərin birinci başlanğıcı buradandır. Xanımlarınız sizin paltarınızdır, siz də onların paltarınızsınız. Möhtəşəm ibarədir. O sənin paltarındır, sən də onun paltarısan. Fakt nə edir bizə? Fakt deyir ki, hər ikisində günah ola bilər. Düşürsünüz, nə fərqi var? Piyada düşün, atlı düşün. Ay gözümdən düşən dostlar, bari ehtiyatlı düşün. Gözlərimə toxunmayın. İndi ayrılırsınız, heç olmasa elə ayrılın ki, bu uşaqlar ziyan görməsin.